Növbəti hədis 7-ci hədis. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-umratu iləl-umrati kəffaratun limə beynəhumə." Bir ümrə ilə digər ümrə, yəni bunların arasında olanlar nədir? Günahlar üçün nədir? Kəffarədir. Yəni bir ümrə ilə ikinci ümrə. Bunlar arasında olanlar üçün kəffarədir. "Vəl-haccul məbrur leysə lehu cəzaun illə-cənnə." Və məbrur həccin də mükafatı yalnız cənnətdir. Yəni doğru həcc, fuhuşdan, mübahisədən, pis əməllərdən uzaq olan həcc, bunun mükafatı cənnətdir. Digər rivayətdə nə var? Nə gəlir? Anasından doğulmuş kimi qaydar. Görsən, bir ümrəni edirsən, digər ümrəyə qədər bu iki ibadətlər də arasında olanlara kəffarədir. Bu onu göstərir ki, insan günahlarını bağışlanması istəyirsə, arada ümrəni təkrarlasın. Yəni bir ümrəni elədinsə, növbəti ümrəni eləyəndə arada olan günahlar üçün nədir? Kəffarədir. Faydalanmaq lazımdır. Aradan mütəmadi ümrə etmək lazımdır. Kimin imkanı varsa özünü xeyirdən məhrum eləməsin. İmkanı olmayanda dua eləsin. Yəni Allah Taala o qədər lütfkardır ki, o qədər səxavətli, kərimdir ki, vallahi hətta imkanı olmayana belə o salih əməlləri yazır. Bu cür gözəl ibadətlər yazır. Deməli, hər şey maddiyyatın üzərində qurulmayıbdır. Bəli, səbəbdir. Lakin nə qədər insanlar var ki, onda maddiyyat yoxdur, yəni pul azdır, deyək həccə, ümrəyə çatmır. Lakin Allah müvəffəq edir. Kimin əlindən olsa gedib ümrəsini həccini edəcək. Niyə? Çünki müvəffəq edən Allahdır. Demək, əsas bəndənin qəlbində olandır. Allahla nə qədər səmimi, nə qədər sadiq olmasıdır. İstəsə Allah müvəffəq edəcək.